Gəldiyi Slavyan yürüşlərinə. Kimdir uşaqlar bu Slavyanlar? Baxın, bildiyimiz ruslar. Hansı ki Rusiya var. Baxın, Rusiyanın əcdadlarıdır bu Slavyanlar. Ta qədimdən də bizdən əl çəkməyib bu Rusiya. Deməli, baxaq xəritə üzərində. Bura Azərbaycandır, düzdür? Bakı, Şamaxı, Dərbəndi görürsünüz. Slavyanlarda, baxın, bu Kiyev Rus dövlətidir. Baxın, buradan, şimaldan Azərbaycana həm Xəzər dənizi vasitəsilə, görürsünüz, həm də quru yolu ilə Azərbaycana yürüşlər ediblər. Çünki bunların özlərinin hərbi donanmaları var idi. Yəni, ona görə dənizlə də bizə rahatlıqla hücumlar edə bilirdilər. Slavyanların yürüşlərində əsas məqsəd uşaqlar qarətçilik idi. Gəlib nə etmək istəyirdilər? Bizi qarət edib var dövlətimizi, mal-qaramızı ələ keçirmək istəyirdilər. Slavyanların ilk yürüşü Azərbaycana 9-cu əsrdə başlayıb. 9-cu əsrin sonlarında buna xüsusi diqqət eləyin. Yaxşı, ilk yürüş soruşursa 9-cu əsrin sonu. Amma ən böyük yürüşləri, ən qarətçi, amansız yürüşləri isə 10-cu əsrdə olub. 10-cu əsrin əvvəllərindən başlayıb. Yaxşı, bu iki nüansa diqqət eləyin. Sual verə bilər ki, sizə nə üçün biz Slavyan yürüşlərinin qarşısını ala bilmədik? O böyüdə dövlət idi. Niyə biz bu Slavyan tayfalarının qarşısını ala bilmədik? Çünki birincisi, bizim hərbi donanmamız yox idi. Çünki onlar dəniz yolu ilə gəlirdi. Hərbi donanma vasitəsilə gəlirdilər. Bizim isə dənizdə ordumuz yox idi. Bizim dənizlərdə sadəcə ticarət donanmamız var idi. Ticarət gəmilərimiz var idi. Hərbi gəmimiz yox idi. İkinci səbəb ölkədə daxili çəkişmələr var idi. Özümüzü qırırdıq ölkədə. O bu dövlət bunu süquta uğradırdı. Bu dövlət yaranırdı, onu süquta uğradırdı. Yəni daxildə problemlərimiz var idi. Bir ola bilmirdik düşmənə qarşı. İkinci səbəb də vahid dövlətin olmaması. Əslində var idi, Sacı Salari vahid dövlətdir. Amma o qədər də uzun müddətli olmamışdı axı onlar. Yəni tez bir şəkildə də süqut etmişlər. Heç 100 əsr, 1 əsr yaşamamışdı o dövlətlər. Bütün bunlar Slavyan yürüşlərinin qarşısını almaqda bizə çətinlik törətdi. Deməli, Slavyanlar 909-cu ildə baxın şimaldan Dərbəndi keçdilər, gəldilər. Xəzər dənizinin cənubunu, baxın cənub deyəndə aşağısını, bir də ki, buradakı Abaskun adasını işğal etdilər. Lakin yerli əhali tərəfindən sonda ağır məğlubiyyətə uğradıldılar və geri çəkildilər. Pəs eləmirlər. Bir il sonra 9-10-cu ildə təzədən ki, üst tutub gəlirlər Azərbaycana arsız-arsız. Bu zaman isə onlar Sarı adasını, Xəzər dənizinin cənub-qərbini ələ keçirdilər. Amma bu dəfə Gilan üzərinə hücum edən zaman, baxın Gilanı da göstərək sizə xəritədə. Baxın, ta bu Xəzər dənizinin cənubudur Gilan. Gilan ərazisi, biz bunu gələcəkdə yenə keçəcəyik. Gilan üzərinə hücum edən zaman Gilan əhalisi bu Slavyanları məğlub edirlər. Daha sonra bunlar üst tutur geri qaydanda burada gəlirlər Şirvanşahlar üzərinə yürüş edirlər. Bu zamanda Şirvanşahlar bu Slavyanları 9-10-cu ildə məğlub edirlər. Yenə üssüz bunlar 9-14-cü ildə bizə gəlirlər, hücum edirlər. Bu zaman isə onlar digər yürüşlərindən fərqli olaraq daha nizami və böyük ordu ilə gəlirlər Azərbaycana və bunlar baxın Azərbaycana gəlmək üçün Bələncəri görürsünüz. Bu haranın paytaxtıdır? Xəzərlərin paytaxtı. Azərbaycana gəlmək üçün Xəzər xaqanlığından icazə alırlar ki, bizə icazə ver. Biz gedək Azərbaycana, orada çoxlu qənimət ələ keçirdib, gətirib sizə verəcəyik. Təbii ki də pulu eşidən buna icazə verəcək də. Xəzərlər pul sözünü eşidən kimi, qənimət sözünü eşidən kimi deyir, gedin, hara istəyirsiniz, gedin. Deməli, bu zaman Xəzər xaqanlığını keçib Slavyanlar təzədən Azərbaycana yürüş edirlər. Bu zaman Abşeron yarımadasını qarət edirlər, ələ keçirdirlər və çoxlu əsirlə, qənimətlə geri qayıdırlar. Geri qaydanda da Xəzər xaqanlığına bu qənimətin yarısını verirlər. Lakin Xəzər xaqanlığında olan mərd türk tayfaları var idi ki, Bulqar, Xərəzm, Burtaş tayfaları, bunlar Slavyanları burada məğlub edir. Bizim bu qənimətləri də təzədən gətirirlər, bizə qaytarırlar. Allah köməkləri olsun. Sonra növbəti yürüşləri olacaq 944-cü ildə. Bu ən amansız yürüşləri olur, hansı ki Bərdə faciəsi baş verir. Baxın xəritədə də baxaq buna. Bir dəqiqə. Görürsünüz, baxın üst tuturlar. Gəlirlər. Bax, yarıya kimi dəniz yolu ilə, yarıya kimi də quru yolu ilə gəlirlər, Bərdə üzərinə yürüş edirlər. Bu zaman da Bərdə Salarilər dövlətinin tərkibində idi. Və Salari hökmdarı Mərziban İbn Məhəmməd eşidir ki, Bərdə təhlükə altındadır, Slavyanların yürüşünə məruz qalıb. 30 minlik ordu ilə Mərziban İbn Məhəmməd üst tutur gəlir ki, Bərdəni güya xilas eləsin. Lakin bu yolda olarkən bir dənə qaranquş göyərçin gəlir buna məktub gətirir ki, paytaxt Ərdəbil təhlükədədir, hansı ki qonşuluqdakı Mosul dövlətinin hökmdarı
Ərdəbil üzərinə hücumlar edir. Bu da ki, təbii ki də paytaxtı daha önəmli tutduğuna görə təzədən geri qayıdır, gedir Ərdəbili xilas eləməyə. Yazıq Bərdə qalır başsız. Bundan da istifadə edən slavyanlar buradakı insanlara, əhaliyə amansızcasına davranırlar. Qadın, uşaq, qoca, kişi bilmədən hamısını qətlə yetirirlər. Amma bütün bunlara baxmayaraq əhali ciddi şəkildə slavyanlara müqavimət göstərir. Lakin bu faciə uzun çəkmir. 945-ci ildə slavyanlar geri qayıtmağa məcbur olurlar. Səbəblərindən də biri əhalinin dediyimiz kimi ciddi müqavimət göstərməsi, ikincisi isə slavyanlar arasında çox pis bir xəstəliyin, ölümcül bir xəstəliyin yayılması idi. Amma buna baxmayaraq dediyimiz kimi Bərdə şəhəri dağıntılara məruz qalır. Neçə illər özünə gələ bilmir. Hansı ki biz bu şəhərə Aranın anası deyirdik. Şimali Azərbaycanın ən böyük şəhəri deyirdik. Amma bu slavyanlar bunu məhv edirlər və oradakı məşhur Kürkü bazarda yandırılır. Bərdənin zəifləməsinin bir səbəbi slavyan yürüşlərdir uşaqlar. İkinci səbəbi isə onun qonşuluğunda olan Gəncənin paytaxt olması idi. Baxın, o Gəncə paytaxt olmuşdu, daha ön plana çıxmışdı. Ona görə Bərdə zəifləmişdi. Daha sonra slavyanlar 987-ci ildə Dərbəndə gəlirlər. Burada da Dərbəndə gəlmələrinin səbəbi var idi. Hansı ki, Dərbənd hakimi yerli əhalini itaətə saxlamaq üçün slavyanları köməyə çağırmışdı. Bu dəfə slavyanları bizimkilər çağırmışdı. Yaxşı. Daha sonra 1030-cu ildə də slavyanların yürüyüşü olur. Bu zaman isə 1030-da slavyanlar Şirvanşahlar üzərinə yürüyüş edir. Həmin vaxtda Şirvanşah hökmdarı Kəsrani sülaləsinin banisi olan 1-ci Mənçöhür idi. 1030-cu ildə Bakı, Kür və Araz çayı arasındakı ərazilərdə 2 dənə döyüş olur. Döyüşün birinin adı Bakıdır, digəri isə Kür və Arazın qovuşduğu yerdə döyüş. Bu döyüşlərin ikisində də slavyanlar qalib gəlir, 1-ci Mənçöhür isə məğlub olur. Həmçinin 1030-cu ildə Şəddadi hökmdarı Musa ibn Fəzil də qardaşının qaldırdığı qiyamı yatırmaq üçün slavyanları köməyə çağırmışdı Şəddadilərə. Yaxşı. 1032-ci ildə isə slavyanlar öz qohum əqrabalarını da, dostlarını da yığıb gəlirlər bizim üstümüzə. Belə ki, 1030-cu ildə slavyanlar Alan, Sərir və slavyan tayfaları ilə birlikdə Azərbaycan üzərinə hücum edirlər. Yenə Şirvanşahlar üzərinə hücum edirlər. Şirvan şəhəri ələ keçirilir. 10 minə yaxın adam öldürülür. Lakin Dərbənd hakiminin köməyi ilə, yerli əhalinin köməyi ilə slavyanlar Azərbaycandan qovulub çıxarılır 1032-də. Bu zaman slavyanlar Dərbənddən intiqam almaq üçün, çünki 32-də bu slavyanları qovdu çıxartdı axı Dərbənd hakimi Azərbaycandan. Bu intiqam almaq üçün 1033-cü ildə hücum edir Dərbənd üzərinə. Lakin yenə də Dərbənd əhalisi slavyanları Azərbaycandan qovub çıxardır. Sonuncu dəfə də biz slavyanları 1075-ci ildə görürük. Yenə Şirvanşahlar üzərinə yürüyüş edir. Bu dəfə isə həmin Şirvanşahlar dövlətində hakimiyyətdə 1-ci Axistan olur. 1-ci Axistanın da dostu olan 3-cü Georgi Axistana gəlir köməyə və yenə slavyanlar məğlub olub Azərbaycanı tərk edirlər. Və bununla da slavyan yürüşləri bitir. Yəni rahat dərsdir. Qəşəng-qəşəng bunu öyrənin.